Təsəvvür edin bir gün taksi çağırdınız və sükan arxasında heç kim yoxdur. Bəzi hesablamalar var ki, deyir təkcə bir şirkətin avtonom maşınları artıq minlərlə sürücünü əvəzləyib. Bu, gələcəyin qaçılmaz reallığıdır, yoxsa, necə deyim, kütləvi işsizliyə aparan bir yoldur. 1 və 0-a xoş gəlmisiniz. Bugün sizinlə birlikdə süni intellektin taksi sanayesini, yəni bütün bu nəqliyyat işini necə dəyişdirdiyini araşdıracağıq. Əlimizdə xeyli material var, onlayn müzakirələr, hesabatlar, tədqiqatlar. Bunlar bizə kömək edəcək ki, görək bu texnologiya indi hardadır, nə kimi təsirləri ola bilər və əlbəttə ətrafındakı bu qızğın debatları anlayaq. Əsas sualımız budur, taksilər həqiqətən də insansız olacaq? Gəlin başlayaq. Mənbələrimizə baxanda görürük ki, bu artıq sadəcə nəsə bir təcrübə filan deyil. Elədirmi? Qətiyyən artıq real tətbiqdir. Məsələn, ABŞ-da Waymo şirkəti var. Onlar artıq həftədə 100 minlərlə gediş həyata keçirir. 100 minlərlə. 100 minlərlə. Bu çox böyük rəqəmdir. Təxminən nə qədər sürücü deməkdir bu? Hesablamalara görə bu təxminən 1250 tam ştatlı sürücünün işinə bərabərdir. Və bu təkcə bir şirkətdir. Bəli. Və təkcə bir şəhərdə deyil, artıq San Francisco, Phoenix, Los Angeles kimi şəhərlərdə bu texnologiya aktiv şəkildə işləyir. Deməli, miqyas böyüyür. Bəs başqa ölkələrdə? Əlbəttə, təkcə ABŞ-la məhdudlaşmır. Məsələn, Çində Baidu şirkətinin Apollo Go xidməti var. Onlar milyonlarla sərnişin daşıyıblar artıq və ən əsası milyonlarla kilometr məsafəni ciddi qəza olmadan qət ediblər. Ciddi qəza olmadan. Bu maraqlıdır. Bəli. Hətta Wuhan kimi şəhərlərdə tam avtonom rejimdə işləyirlər. Yəni 4-cü və ya 5-ci səviyyə dediyimiz tam sürücüsüz. Bu robotaksi termini tez-tez qarşımıza çıxır mənbələrdə. Elə bu 4-cü, 5-ci səviyyə deməkdir. Yəni sürücüsüz taksi. Tamamilə doğrudur. Robotaksi dedikdə məhz 4-cü və ya 5-ci səviyyə avtonomluğa malik, yəni heç bir insan müdaxiləsi olmadan hərəkət edə bilən və ümumi istifadə üçün, yəni taksi xidməti kimi nəzərdə tutulan avtomobillər başa düşülür. Bəs niyə bu qədər diqqət çəkir? Üstünlükləri nədir ki? Tərəfdarları çoxlu potensial üstünlüklər sayır. Ən başda gələn, əlbəttə, yol təhlükəsizliyinin artmasıdır. Bilirsiniz ki, qəzaların böyük əksəriyyəti insan səhvindən olur. Süni intellekt isə yorulmur, diqqəti yayınmır, qaydaları riayət edir nəzəri olaraq. Nəzəri olaraq, bəli. Sonra, məsələn, avtomobil idarə edə bilməyən insanlar, yaşlılar, əlilliyi olanlar, onlar üçün hərəkətliliyi artır. Həmçinin sürücü maaşı olmadığı üçün nəqliyyat daha səmərəli olur və potensial olaraq daha ucuz başa gəlir. Daha ucuz. Məsələn, varmı belə bir şey? Bəli. Məsələn, elə UHAM nümunəsi var. Orada robotaksiyə gediş haqlarının adi taksilərdən xeyli aşağı olduğu deyilir mənbələrdə. Üstəlik, əksəriyyəti elektrikli avtomobillər olduğu üçün ətraf mühitə də müsbət təsir ola bilər. Daha az tullantı, daha təmiz hava. Başa düşdüm. Həqiqətən, kağız üzərində çox yaxşı səslənir. Təhlükəsizlik, rahatlıq, ucuzluq, ekologiya. Amma əlimizdəki bu onlayn müzakirələrə, şərhlərə baxanda insanların ən böyük narahatlığı başqa şeydir, iş yerləri. Qeyd olunur ki, təkcə ABŞ-da milyonlarla Uber sürücüsü var. Yaxşı, bu texnologiya kütləviləşəndə bu qədər insan nə işlə məşğul olacaq? Bax, bu həqiqətən də ən ağırlı və mübahisəli məqamdır, debatların mərkəzində dayanır. Bir tərəfdə texnoloji tərəqqinin qarşısı alınmaz olduğunu və uzun müddətli faydalarını düşünənlər var. Digər tərəfdə isə, yəni kütləvi işsizlikdən və onun gətirə biləcəyi sosial fəsadlardan narahat olanlar çoxdur. Nə kimi fəsadlar nəzərdə tutulur? Ən əsası təbii ki, əvəzlənən sürücülərin yeni iş tapmaqda çətinlik çəkməsi. Tapsalar belə, bəlkə də daha az maaşlı işlər olacaq. Hətta bəzi şərhlərdə daha pessimist proqnozlar var, yüksək işsizliyin cinayətkarlığı artıra biləcəyi, hətta siyasi qeyri-sabitliyə yol aça biləcəyi kimi fikirlər səslənir. Bu çox ciddidir. Üstəlik, bir məqam da var ki, bəzi mənbələr deyir ki, süni intellekt bəlkə də insan səhvlərini aradan qaldırmayacaq, sadəcə onları, necə deyim, proqramlaşdırma səhvləri ilə əvəz edəcək. Maraqlı yanaşmadır. Yəni bir səhvi başqası ilə əvəz etmək riski. Bəs vəziyyət doğrudan mı bu qədər çıxılmazdı? Yəni texnologiya həmişə iş yerlərini məhv edir? Tarixə baxsaq əslində, vəziyyət biraz daha mürəkkəbdir. Texnoloji yeniliklər həmişə müəyyən peşələri sıradan çıxarıb, bu doğrudur.
Amma uzun müddətli perspektivdə yeni iş sahələri, yeni peşələr yaradıb. Problem həmişə o keçid dövründə olur. Keçid dövrünün ağrılı olması. Bəli. Təsəvvür edin, illərini sürücülüyə həsr etmiş biri sabah gedib proqramçı və ya süni intellekt mütəxəssisi ola bilməz axı dərhal. Bu zaman alır, adaptasiya tələb edir. Amma başqa bir reallıq da var ki, bəzi yerlərdə əksinə əmək qüvvəsi çatışmazlığı var. Mənbələrdə Niderland, Böyük Britaniya kimi ölkələr qeyd olunur ki, orada sürücü tapmaq çətindir. Deməli, bəzi yerlərdə hətta zərurətə çevrilə bilər bu robotaksilər. Potensial olaraq bəli, boşluğu doldura bilər. Bir də işin iqtisadi tərəfini də unutmayaq. Bu hələ ki çox bahalı bir texnologiyadır. Bahalı deyəndə nə qədər? Məsələn, bir Waymo avtomobilinin təxmini maya dəyərinin 180 min dollar olduğu deyilir. 180 min dollar. Bir maşın üçün. Bəli, çox yüksək rəqəmdir. Baidu bunu 30 min dollara indirməyə çalışdığını bildirib, amma yenə də bu hələ kütləvi istehsal üçün böyük rəqəmdir. Şirkətlər hələ ki əsasən venture kapitalından, yəni investisiyalardan asılıdırlar. Mənfəət əldə etmələri üçün hələ xeyli zaman və investisiya lazımdır. Aydındır. Deməli, iqtisadi maneələr də az deyil. Amma fərz edək ki, bu iqtisadi məsələlər, işçi qüvvəsi problemləri bir şəkildə həll olundu. Ən fundamental sual qalır. Bu maşınlar doğrudan da təhlükəsizdirmi? Bax, bu bəlkə də ən kritik sualdır və cavabı açığı hələ tam bir mənalı deyil. Təhlükəsizlik məsələsi tam sübuta yetirilməyib. Amma bayaq dediniz axı, Çində milyonlarla kilometr qəzasız gediblər. Ciddi qəzasız. Amma bu mütləq təhlükəsizlik demək deyil. Tarixdə ən azı bir ölümcül robotaksi qəzası qeydə alınıb. 2018-ci ildə Uber'in test maşını ilə bağlı hadisə yəqin yadınızdadır. Bəli, xatırlayıram. Problem ondadır ki, süni intellektin bu qavrama sistemləri, yəni ətrafı görmə və anlama qabiliyyəti hələ də, necə deyim, mükəmməl deyil. Məsələn, obyektləri səhv tanıya bilirlər ya da gözlənilməz hava şəraitində, qeyri-adi yol vəziyyətlərində çaşqınlıq yaşaya bilirlər. Yəni, insan sürücü kimi anında reaksiya verə bilmirlər hər vəziyyətə. Tam olaraq. Waymo kimi şirkətlər araşdırmalar aparıb və müəyyən məhdud şəraitlərdə, məhdud ərazilərdə daha az qeyri-ölümcül qəza törətdiklərini göstəriblər. Amma mütəxəssislər deyir ki, robotaksilərin insanlardan daha təhlükəsiz olduğunu qəti şəkildə sübut etmək üçün 100 milyonlarla, bəlkə də milyardlarla kilometr real dünya təcrübəsi lazımdır. Milyardlarla. Bu çox uzun zamandır. Bəli. Hətta bəzi nüfuzlu kompüter mühəndislikləri, birlikləri belə tövsiyə edir ki, avtonom avtomobilləri mütləq daha təhlükəsiz olacağı fikrinə hələlik ehtiyatla yanaşmaq lazımdır. Aydındır. Bəs insanlar özləri necə? Yəni, cəmiyyət, istehlakçılar bu texnologiyanı qəbul etməyə hazırdırmı? Qanunlar necə? Bu sürətə çata bilirmi? İctimai rəyə gəlincə, mənbələrdə adı çəkilən AAA kimi təşkilatların sorğuları göstərir ki, insanlar hələ də çox ehtiyatlıdır. Yüksək səviyyədə tərəddüd və hətta qorxu var. Yəni, insanlar hələ tam etibar etmir bu maşınlara. Bəli, etimad məsələsi var. Hüququ tənzimləmə isə başda bir böyük və mürəkkəb mövzudur. Məsələn, ABŞ-da vahid federal standartlar demək olar ki, yoxdur. Hər ştat özü nəsə tənzimləməyə çalışır. Kaliforniya bu işdə qabaqcıldır, amma orada belə yerli hakimiyyətlərlə şirkətlər arasında mübahisələr, insidentlər olur. Necə insidentlər? Məsələn, kruz şirkətinin başına gələnlər var. Təhlükəsizliklə bağlı problemlərə görə onların lisenziyası müvəqqəti olaraq dayandırılmışdı. Bu cür hallar olur. Və bunlar təkcə texniki və ya hüquqi məsələlər deyil. Daha dərin, etik suallar da var. Etik suallar. Nə kimi? Məsələn, alqoritmlər qəza anında necə qərar verməlidir? Kimi qorumalıdır, sərnişini yoxsa piyadanı? Bu çox çətin sualdır. Sonra potensial ayrı-seçkilik məsələsi var. Məsələn, alqoritm müəyyən ərazilərə getməkdən imtina edə bilərmi? Və əlbəttə məlumat məxfiliyi, bu maşınlar çoxlu data toplayır, bu datada necə istifadə olunacaq? Bütün bunlar hələ cavabı olmayan suallardır və mənbələrdə də aktiv müzakirə edilir. Beləliklə, yəni bir yekun vursaq, nə deyə bilərik? Süni intellektlə idarə olunan taksilər artıq elmi fantastika deyil, reallıqdır. Bəzi şəhərlərdə artıq həyatımızın bir parçasına çevrilib və bu görünür daha da genişlənəcək. Onlar nəqliyyatı daha təhlükəsiz, daha səmərəli, daha əlçatan etmək kimi həqiqətən böyük bir potensial vəd edir. Amma
Amma qarşıda çox ciddi, çox fundamental maneələr var. Milyonlarla insanın işini itirmə riski, təhlükəsizliyin hələ də tam sübuta yetirilməməsi, texnologiyanın inanılmaz dərəcədə yüksək xərcləri, insanların, yəni cəmiyyətin hələ də davam edən tərəddüdü və etimadsızlığı və bütün bunları tənzimləməli olan çox mürəkkəb hüquqi və etik çərçivənin yaradılması ehtiyacı. Bu müzakirəni bitirərkən bəlkə də biraz daha geniş düşünməyə dəyər. Sizcə bu texnologiya sadəcə sürücüləri əvəz etməklə kifayətlənəcək, yoxsa avtonom nəqliyyatın kütləvi yayılması bizim şəhərlərimizin necə dəyişəcək? Fərdi avtomobil sahibliyi anlayışımız necə olacaq? Hətta yollardakı o sosial münasibətlərimiz, sürücülər arasındakı o kiçik jestlər, bunlar necə dəyişəcək? Və ən əsası, bu böyük yenilik cəmiyyətdəki mövcud sosial bərabərsizlikləri azaldacaqmı, yoxsa əksinə daha da dərinləşdirəcək? Bax, bu sualların cavabları düşünürəm ki, gələcəyin nəqliyyat mənzərəsini əsaslı şəkildə müəyyən edəcək.